Bugün sırada ay nayzə ay qaydasına baxacağıq. Başladıq. Sırada ay nayzə qoddu ay qaydasında birinci təsdiqdə işlənənlər və inkarda işlənənlərə baxacağıq. Təsdiq cümlələrdə işlənir. So do I do too, I also do, but I don't. İnkarda nələr istifadə olunur? Və inkarda istifadə olunur nayzə do I don't ayzə və but I do. Nəyə görə təsdiqdə but I don't olur? Don't olur. But olanda bir tərəf təsdiqdə olanda digər tərəf inkarda, bir tərəf inkardadırsa digər tərəf təsdiqdə olurdu. Ona görə. Və inkarlarda da but I do oldu. Nəyə görə oldu? Orada da çünki inkar cümlədirsə digər tərəf but olsa təsdiq olmalıdır. Ona görə biz but I do deyəcəyik. Daha sonra iki dənə qızıl qaydaya baxaq. So, to, also heç vaxt inkar cümlədə işlənmir. Əgər bizim cümləmiz inkardadırsa, so, to, also olan variantları atacağıq. Və ayzə. Ayzə isə inkar cümlənin sonunda gəlir. Yəni heç vaxt təsdiq cümlədə biz ayzə görə bilmərik. İnkar cümlənin sonunda. Nə də ki, ayzəni biz cümlənin əvvəlində görə bilmərik. Və bonus olaraq da bir cümlədə iki inkar ola bilməz. Bir cümlədə sadəcə bir inkar olar. Və never, hardly, scarcely bu şəkildə də inkarlar verilə bilər. Yəni mütləq o deyil ki, nayzə verilsin inkarda, ayzə verilsin. Müxtəlif belə never, hardly bu şəkildə də biz inkarlaşa bilər cümlə. Deməli, qaydamız bu qədər. İndi isə öyrəndiklərimizi əsasən tətbiq edək. So, day, nayzə, day qaydasını. Baxaq birinci suala. Bircə saniyə. Aha. Deməli, baxıram cümləmə. Doesn't nədir? Doesn't inkardır. Deməli, cümləmiz inkardadır. İnkarda deyirdik nə olur? Nə olmur? So'ları, to'ları, also'ları atacağım. To var, so var. İki variantım getdi. Qaydada demişdim. Ayzə nə demişdim? Demişdim ki, ayzə heç vaxt əvvəldə gəlməz. D variantını çıxıram. Və zamanına fikir veririk. Doesn't verilibdir. Zamanımız indiki zamandır. Ona görə B variantı keçmişdir. Cavab A variantı. İkinci sualda. İkinci sual artıq siz yazarsınız şərh bölməsində. Çünki çox oxşar tipdir. Keçək biz üçüncü suala. Deməli, baxırıq ki, cümləmiz yenə inkardır. İnkarda nə işlənirdi? Neither do I don't either, but I do. Deməli, deyən kimi cavab çıxdı 1-2. Növbəti sualda haven't var. Haven't nədir? Haven't inkardır. İnkarda nə işlənir? Nə işlənmirdi? So'lar, to'lar, also'lar. Ayzədə demişdim ki, əvvəldə gələ bilməz və xəbərimə də fikir verirəm. Cavabım gəlir. Deməli, baxaq, irəlilərdən baxaq. Çox elə mənim bu sınağın izahını paylaşmışam. Səhifəmizdə var. Girib oradan izləyə bilərsiniz. Sınaq 88 Soday Nayzə Doğay qaydasıdır. Sadəcə mövzu izahını çəkirəm artıq və orada rahat olsun deyə suallar yazmaq nümunə kimi deyirəm. Keçək nəyə? Baxaq görək. Hansı sual deyək? Baxaq da 19-a baxaq. 19-da didn't. Didn't nədir? Didn't inkardır. İnkarda so, to, also istifadə olunmurdu. 3 variantım getdi. Zamanıma baxıram. Zamanım da keçmiş zamandır. Ona görə də keçmiş zamanda olan götürəcəm. Sonra burada da aren't. Aren't yenə də deyir ki, mən inkaram. İnkarda so'lar, to'ları, also'lar atıram. Ayzə inkarın sonunda gələr, atıram. Aren't indiki zaman olduğundan indiki zaman götürürük. Daha sonra bu da eyni qaydaylandı 17-ci sualda. 17-ni artıq siz yazarsınız. Şərh bölməsində gözləyəcəm. 15-də weren't yenə də inkardır. İnkarda so'lar, also'lar, to'lar atılır. Ayzə əvvələ gələ bilmir. Xəbərimə baxıb, xəbərimə əsasən yazacağam. Bu arada demişdik axı bir cümlədə iki inkar olmaz. Nayzə verilən yerdə wasn't-a nə ehtiyac var? D variantını o səbəbdən atırıq.
Məsələn, burada did not həmişə Nayzənin dediyi inkarlaşa bilməz. İnkar hissəciklərlə də inkarlaşa bilər. Burada not verilibdir, inkardır. İnkarda so'lar, to'lar, olsalar atılırdım. Attım. Yesterday keçmiş zaman, zaman zərfi olduğundan keçmiş zaman götürəcəyik. Bu qədər bəsit. Neither ilə didn't eyni yerdə gəlməz. İkisi iki inkar olmaz bir cümlədə. Neither did Alice. Cavabım C variantı. Və bu şəkildə. Deməli, qaydamız beləliklə yekun